Reis TV'nin rəhbəri Vado Korovinə ağır itki üz verib. Onun anası Lyudmila Korovin vəfat edib. Mərhum bugün dəfn olunacaq. Allah rəhmət eləsin. Şabranda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb, bildirilib ki, Nazirliyin 112 qaynar telefon xəttinə Şabran rayonunda yol nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilas etmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, markalı minik avtomobili və Renault markalı yük avtomobili toqquşub. 2 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.